Salam dostlar. Mən bu videoda sizə epigenetikadan danışacağam. Epigenetika nədir? Epigenetikanın üç əsas mexanizmi, epigenetik transgenerasiya nədir? Onlardan danışacağam. Epigenetika nədir? İlk öncə epigenetika insandakı genlərin açılıb bağlanmasıdır. İki dənə insan götürək. Məsələn, birisi çox siqaret çəkir. Onda bəzi genlər sönə bilər. Amma birisi siqaret çəkmirsə, onda bəzi genlər aktiv qala bilər. Yəni siqaret çəkən insandakı sönən genlər siqaret çəkməyən insanda aktiv qala bilər. Yəni insan fəaliyyətlərinə görə epigenetik dəyişikliklər edə bilər. Bu epigenetikdir. İndi epigenetikanın üç əsas mexanizmini sizə izah edim. Epigenetikanın üç əsas mexanizmi birincidən DNA'nın metilləşməsi, DNA'nın sitozin bazasına CH3 qrupu əlavə edilməsi. Bu geni aktivliyini çox azaldır və ya tamamını söndürür. İkincidə isə histon modifikasiyaları DNA'nın sarıldığı histon proteinlərinin kimyəvi olaraq dəyişməsi, yəni asetilləşməsi, metilləşməsi. Üçüncüdə isə qeyri-kodlaşdırıcı RNA-lar genin ifadəsini tənzimləyir, geni çox səssizləşdirir və ya tam söndürür. İndi isə epigenetik transgenerasiya nədir? Onu sizə danışayım. Epigenetik transgenerasiya epigenetik dəyişikliklərin nəsildən nəslə ötürülməsi. Məsələn, mənim atamdan mənə epigenetik keçməsi, mənim anamdan bacıma epigenetik dəyişiklik, yəni keçməsi. Yəni epigenetik transgenerasiya tam olaraq epigenetik dəyişikliklərin nəsildən nəslə ötürülməsi, atadan oğula ötürülməsi, anadan qıza ötürülməsi və buna nə qədər sübut var, nə qədər araşdırmalar aparılıb. Məsələn, siçanların üzərində araşdırmalar aparıblar. Ana yaxşı qidalanıb, yəni ananı yaxşı qidalandırıblar. Dünyaya gələn balaları yaxşı rəngdə olub, normal sağlamlıqda olublar və bunun üzərində araşdırma aparanda görüblər ki, ananın sağlam qidalanması balalardakı gen ifadəsini dəyişib, onların sağlamlığını normal və normal edib və balaların da normal olmasını sağlayıb. Yəni ananın fəaliyyətləri balaları dəyişdirib. Bu da epigenetik mirasın adı nədir? Epigenetik mirası sübutlarıdır. İndi mən sizə epigenetikanı anlatdım. Dostlar, bu video qısa olacaq. Çünki bu videoda epigenetikin qısa izahı adlı video çəkmişəm. Yəni epigenetikanı tam uzun hər detalını girərək çəkmək üçün yox. Bir də son olaraq bir şey demək istəyirəm. Mən bu biologiya sahəsinə, biologiya müəllimim sayəsində həvəsə gəlmişəm. Onun dərsinin anlatım tərzi ilə bizə dərsdə verdiyi nümunələr sayəsində, onun sayəsində həvəsə gəlmişəm və bu yerlərə yüksəlmişəm. Yəni kanalda biologiya mövzularını anlatmağım. Onun sayəsində bu mövzuları bilirəm və anladıram, həvəsə gəlmişəm. Mənə ilham verən o insan oldu. Ona ürəkdən təşəkkür edirəm. Əgər bu videoyu izləyirsə, ona salamlar göndərəm və çox təşəkkür edirəm. Və bu videonun da sonuna gəldik. Bu videoda sizə epigenetika nədir, epigenetikanın üç əsas mexanizmi və epigenetik transgenerasiya nədir, onu anlattım. Sağ olun, var olun.